Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz bu dəfə sizinlə Time sınaq toplusundan ümumi sınaq 23-ün testlərinin izahını verəcəyik. Başlayırıq birinci sualda. Birinci sualda bizə deyilir ki, D süzgüyü Karpachenko metodu ilə aradan qaldırılan hibridin xromosom dəsti 56-dır. Yəni bizim deyir ki, 4 enimiz bərabərdir 56. Deyir ki, əgər hibridi əmələ gətirəcək birinci növün mərkəzi hüceyrəsinin xromosom dəsti 14-dür. Mərkəzi hüceyrə elə diploid xromosom dəstidir. Bitkinin özünə bərabərdir. Yəni bunun 2 eni 14-dürsə, ikinci bitkiyə 56-dan 14-ü çıxırıq. Diploidi qalır 42. Bir ikinci növünün qametinin xromosom dəsti neçə olar? 2 eni 42 idisə, eni də olacaq 21. Yəni birinci sualın cavabı D bəndi hesablanacaq. İkinci sual. Qida veribdir bizə ət, tərkibində vitamin veribdir ki, B vitamini. Bişirilməzdən əvvəlki qiymətin X verib, bişirildikdən sonraki qiymətin 60 veribdir. X-in maksimum qiymətini istəyir. Qalan 60 milliqramdır. X da, yəni başlanğıcdakı qidanın B qrupunun vitaminlərinin də miqdarının maksimum olmasını istəyirsə, itkinin özünü maksimum götürməliyik. Yəni itki 60% olubdur, qalan 40%-dir. Yəni ki, 60 milliqram 40%-dirsə, bişirilməzdən əvvəl olan 100% neçə milliqram? X koyduk. X de beraber oldu neye? 60'ı 100'e vuranda. 6000 40'a böləndə 150. Yəni C bəndi olacaq üçüncü sualın cevabı. Devam edirik üçüncü sualına. Bize deyir ki, genotiplər veribdir. Deyir bu genotipli iki canlıdan cəmi neçə müxtəlif genotipdə qamet əmələ gələ bilər? Genlər ilişikli deyil. Baxırıq, yazaq. Böyük A, böyük A, böyük B, küçük B, böyük C, küçük C. Bunlardan qametləri alaq. Böyük A-nı yazırıq, böyük B, böyük C. Böyük A-nı yazırıq, böyük B, küçük C. Böyük A-nı yazırıq, küçük B, böyük C. Böyük A-nı yazırıq, küçük B, küçük C. Bu birinci genotiplimiz. İkincidə böyük A, küçük A, küçük B, küçük B, böyük C, küçük C verir. Genotiplərə baxaq indi, qametlərinə baxaq. Böyük A, kiçik B, böyük C. Böyük A, kiçik B, kiçik C. Kiçik A, kiçik B, böyük C. Kiçik A, kiçik B və kiçik C. Baxıram ki, bax bu genotipli fərqlər hər ikisində var. Müxtəlif dediyinə görə birini silirəm də, neynirəm ki, iki dənəsini ayrı-ayrı müxtəliflik götürməyəcəm. Buna da baktığım zaman bak yukarıda bundan bir tane de var. Ona göre yukarıdakini silirəm, ta aşağıdakı qalıb da müxtəlifliyə dəymirəm axı yəni. Və saydığımız zaman 1, 2, 3, 4, 5, 6 müxtəlif növ qamet olmuş olacaq. Yəni üçüncü sualın cavabı A bəndi olaraq götürüləcək. Dördüncü sual. İnsanın onurğa sütununun hansı şöbəsinə aid olan fəqərə cəmi iki sümüklə birləşir ki, bu sümüklərin biri gövdə skeletinə aid deyil. Gəlin bir daha oxuyaq. İnsanın onurğa sütununun hansı şöbəsinə aid olan fəqərə cəmi iki sümüklə birləşir ki, bu sümüklərdən biri gövdə skeletinə aid deyil. Aha, bizim burada cavabımız boyun olacaq ki, boyunun birinci fəqərəsi ənsə sümüyünə birləşir və ikinci boyun fəqərəsinə birləşir ki, ənsə sümüyü nəyə aid deyil? Gövdə skeletinə aid deyil. Bəziləriniz oma da düşünə bilər, amma oma 4 dənə sümüklə birləşir. Yuxarıdan bir fəqərə, aşağıdan bir fəqərə, yanlardan 2 dənə çalır. Bu şəkildə. İki sümüklə birləşir sözünü yaddan çıxarın. Yəni, dördüncü sualın cavabı oldu Y. Beşinci suala gəlirik.
Beşinci sualda bizə deyilir ki, əlverişli şəraitdə başlanğıc sayı 3 olan bakteriyadan 2 saat ərzində müəyyən sayda bakteriya əmələ gəlmişdir. Bölünməyə məruz qalan bakteriyaların sayını tapın. 2 saatda dediyimiz kimi əlverişli şəraitdə 20 dəqiqədən bir bölünür. Elədir. 2 saatda 6 dənə nəsil əmələ gətirəcək. 6 dəfə bölünmə olacaq. 20 dəqiqədən bir olanda 120 dəqiqədir, 20 dəqiqədən bir olanda 6 dəfə bölünmə olacaq. Demək, 3-dən əmələ gətirir 6-nı, birinci bölünmə. 6-dan əmələ gətirir 12-ni, ikinci bölünmə. 12-dən əmələ gətirir 24-ü, üçüncü bölünmə. 24-dən əmələ gətirir 48-i, dördüncü bölünmə. 48-dən əmələ gətirir 96-nı, beşinci bölünmə. 96-dan əmələ gətirir 192-ni, bu da 6-cı bölünmə oldu. Bölünməyə məruz qalan tapmaq üçün nə edirdik? Sondan başlanğıcı çıxırdıq. Yəni 192-dən çıxacam 3-ü bərabər olacaq 189. Bu da bizim cavabımızın D bəndi olduğunu göstərir. Altıncı sual. Qaraciyər sorusu aralıq sahibinin orqanizminə hansı mərhələdə daxil olur? Kirpikli sürfə mərhələsində daxil olacaq, quyruqlu sürfə mərhələsində çıxmış olacaq. Yəni cavabımız A bəndi olacaq 6-cı sual. 7-ci sualda. Çeynəmə və mimiki əzələləri, göz almasını hərəkət etdirən əzələlər. Bunlar hansı başda yerləşən əzələlərdir? Bu əzələlərin də sinir mərkəzləri harada yerləşəcək? Təbii ki, beyin körpüsündə yerləşəcək. Yəni cavabımız D bəndi. 8-ci sualda. Kiçik qan dövranına aiddir. Aorta aid deyil. Yuxarı boş vena, aşağı boş vena aid deyil. Amma ürəyin sağ mədəciyindən çıxan ağciyər kötüyü, ondan başlanğıc götürən ağciyər arteriyası və ürəyə ağciyərdən qayıdan ağciyər venası nədir? Kiçik qan dövranına aiddir. Cavabımız 2, 3, 5, yəni B bəndi olacaq 8-ci sualda. 9-cu suala gəlirik. İnsan asqaridinin sürfəsinə sahibin hansı damarında rast gəlinməz? İnsan asqaridi ancaq venoz qanla hərəkət edir. Arterial qandan hərəkət eləməz. Yəni, ağciyər venasında olmayacaq. Y bəndi. Ən azından ardıcılığı desək də, bağırsaqdan çıxacaq bağırsaq venası. Keçəcək qaraciyərin qapı venasına. Oradan qaraciyər venası ilə çıxacaq, aşağı boş venaya gələcək. Ürəyin sağ mədəci, sağ qulaqcığı, o sonra sağ mədəciyi və ağciyər kötüyü ilə çıxıb ağciyər arteriyası vasitəsilə ağciyərə gedəcək. Yəni, ağciyər venasına gələ bilməz. Bu şəkildə. 10-cu sualda. Postembriyonal inkişaf dövründə ürəyin mədəcikləri 6 il işləyən insanın eritrositləri neçə dəfə yenilənmişdir? Demək, 0,8 saniyədə ürək mədəcikləri 0,3 saniyə işləyir. Bəs nə qədər müddətə 6 il işləmiş olacaq? X-i buradan tapanda cavabımız eləyəcək 16 il. 6-nı 0,8-ə vurub 0,3-ə böləndə. 16 il. Eritrositlər neçə dəfə yenilənmişdir? 1 ildə 3 dəfə yenilənirsə 16-nı vuracaq 3-ə, bu da eləyəcək 48. Yəni C bəndi olacaq 10-cu sualda bizim cavabımız. Gəldik 11-ci suala. 11-ci suala. Biraz bunu yaxınlaşdıraq. Daha yaxına, rahat olsun görmək. Aha. Bizə deyir ki, aşağıdakı nəsil ağacında bir əlamətin üzə çıxması göstərilmişdir. Bu əlamətlə əlaqəli hansı fikirlər doğrudur? Baxaq. Birinci deyir ki, X xromosomu ilə ilişikli dominant bir gen ola bilər. Demək, bax bizim bu dişi fərdlərdə nələr var? X böyük A-mız var. İçi rəngli olanlarda X böyük A-mız var. Oğlan uşağı zaten X demək böyük A, Y-dir. Yerdə qalan kişilər X kiçik A, Y-lər içərisi təmiz olacaq.
Ve burada da x kiçik a'mız en azından var qızda. İndi ola bilər deyirsən. Ola bilər deyirsən. Təbii ki, birincidə ola bilər. Niyə görə? Burada yanında x kiçik a da olarsa, əlamət dominant yolla keçirsə, demək ki, burada x kiçik a, x kiçik a ola bilər. Sağlam qız. Burada da x böyük a, x kiçik a ola bilər. Atasından gəldi bura x kiçik a. Elədir. Burada da bu oğlan uşağında da x böyük a anadan gələ bilər və digərində də x kiçik a anadan gələ bilər. Y onsuz da oğlana atadan keçir. Birinci fikrimiz doğru oldu. Elədir. İndi davam edək ikinci ilə. X xromosomu ilə ilişikli olan resesiv bir gen ola bilər. Resesiv bir gen isə ana x kiçik a, x kiçik a'dır. En azından ana xəstədirsə, oğlan uşağı mütləq xəstə olmalıdır. Amma burada sağlam göstərir. Demək ki, nədir? İkinci fikrin olması mümkün deyil. İkinci fikir səhv oldu. Üçüncüyə gəldik. Autosom dominant gen ola bilər. Deməli, tünd rənglə göstərilənlərdə böyük A geni var. Açıq rənglə göstərilənlərdə resesivdir. Kiçik A, kiçik A. Bu kiçik A, kiçik A'ların alınması üçün valideyn fərdinin tərkibində kiçik A olmalıdır. Əgər olarsa, burada da nədir? Üzə çıxa bilər və mümkündür. Bu genotiplər alına bilər. Yəni, doğrudur, ola bilər. Dördüncüyə gəldiyimiz zaman isə autosom resesiv gen ola bilər. Bura bu səfər yazırıq kiçik A, kiçik A, rəngli olanlara. Rəngsizlərə böyük A yazır. Burada kiçik A, kiçik A'lar üzə çıxırsa valideynin tərkibində böyük A geni var. Anadan da bu oğlan uşağına kiçik A gələcək və bu qız uşağına kiçik A gələcək. Mümkündürmü? Bəli, mümkündür. Demək ki, dördüncü də ola bilər. Yəni bizim cavabımız 1, 3, 4 olaraq götürüləcək. Yəni B bəndi. 13-cü suala gəlirik. Bizə deyir ki, kişi orqanizminin neçə bədən boşluğunda daxili sekresiya vəzləri yerləşir? Kəllə boşluğunda yerləşəcək. Epifiz və hipofiz. Döş boşluğunda timus vəzi yerləşəcək. Qarın boşluğunda böyrək üstü vəzi yerləşəcək. Amma çanaq boşluğunda daxili sekresiya vəzisi yoxdur. Ona görə cavabımız bizim olacaq nə? 3 dənə boşluq. Yəni C bəndi olacaq 13-cü sualın cavabı. 13-cü suala baxırıq. Bir yetkin qadında sarı cisimlər qana 112 gün hormon sinteziləmişdir. Həmən sarı cisim qana 14 gün hormon sinteziləmiş olur. Ona görə mən 112-ni bölürəm 14-ə. Və cavabım edir 8. 8 dəfə tsikl baş vermişdir. Bu zaman ərzində qadının bir yumurtalığında minimum neçə follikul yetişər? Bu dediği zaman 8'i bölürəm 2'ye. Deməli 4'ü sağda, 4'ü solda. Yəni cavabımız C bəndi olmuş olacaq. 14-cü sual. İnsan maksimum yuxu fazaları keçirməkdə 80 dəqiqə tez yuxu fazasında olmuşdur. 5 dəfə maksimum yuxu fazası keçirdi. 5 dəfə. O maksimum neçə saat yatmışdır? 5 dəfə yatıbsa, 5 dəfə yatıbsa, düzdür? Və hər dəfə ləng yuxu fazası da maksimum deyir neçə saat yatıbsa, 1,5 saat davam edibsə, 1,5-i vuracam 5-ə. Bu da eləyəcək 7,5 saat. Elə 7,5 saat, 7 saat 30 dəqiqədir. Bunun da üzərinə 80 dəqiqəni gəldiyimiz zaman alınır 8 saat 50 dəqiqə. Yəni cavabımız C bəndi.
Biz burada tez yuxunu hesablamadıq. Niyə görə hesablayaq ki onsuz da? Tez yuxunu verib də bizə. Belə suallar sizi çaşdırmaz. 16-cı sualdır. Diploid xromosom dəsti 26 olan 3 başlanğıc hüceyrə bir dəfə mitoz bölünmə keçirdi. Əmələ gələn bütün hüceyrələr meyoz bölünməyə məruz qaldı. Sonda əmələ gələn hüceyrə sayı ilə bir hüceyrədə olan xromosom dəstinin cəmi neçə edər? Demək, mitoz bölünmə keçirtdi. Bir hüceyrədən ikisi yarandı. Sonra bu üçü hüceyrənin hər biri deyir, meyoz bölünməyə məruz qaldı. Meyoz bölünmədə də bir hüceyrədən 4-ü yarandığına görə ikisindən 8-i yaranacaq. Və bu hüceyrələrin hamısı haploid olacaq. Haploid olacaq. Deyir ki, sonda əmələ gələn hüceyrə sayı ilə bir hüceyrədə olan xromosom sayı. 2 enimiz bizim 26 verilibsə, enimiz də 13'dür. Cəmin istəyir. 13 üstə gəlinsin 8. Bu da bərabərdir 21. A. Bizdə sonda əmələ gələn hüceyrə sayı ilə bir hüceyrədə olan xromosom dəsti. Yəni əvvəldəki hüceyrəni nəzərdə tutduq bizim burada. 26 üstə gəlinsin 8. Bərabərdir 34. Nədənsə cavab alınmır. Bir daha baxaq. Diploid xromosom dəsti olan 3 başlanğıc hüceyrədir. Mən bir başlanğıc hüceyrə götürmüşüm. Bir dəqiqə üzrü say. 3'ündən mitozla yaranacaq 6'sı. 6'sından da yaranacaq 24'ü. 24'ü. Sonda deyir əmələ gələn hüceyrə sayı ilə, yəni 24 dənə və bir hüceyrədə xromosom dəsti. Sondakı bir hüceyrədə əvvəldə 2 en bərabərdir 26 idi. Enimiz də bərabər olur 13'ə. Və 24'ün də üzərinə 13 gəldiyimiz zaman cavab 37. Yəni C bəndi alınmış olacaq. 16-cı sualdır. 3 ədəd dişi və 1 ədəd erkək insan asqardinin cəmi neçə orqanında azalma prosesi gedir? İnsan asqardində 2 dənə yumurtalıq var, 1 dənə də toxumluq var. 3 ədəd dişidirsə 6 orqan bunda eləyəcək. 2 ədəd erkəksə 2 orqan da bunda eləyəcək. Yəni cavabımız D bəndi olacaq 16-cı sualda. Davam edirik. 17-ci sualda. İnsanın sakit halda bir tənəffüsü zamanı xaric etdiyi havadakı oksigenin miqdarı utduğu havadakı oksigenin miqdarından neçə millilitr azdır? 80'dən xaric olunan havada. Utduğu havadakı utduğu havada da 105'dir. 105'dən 80'i çıxanda cavabımız qalır 25. Yəni D bəndi olacaq bizim cavabımız. 18-ci sual. Zigotun bölünməsi zamanı 64 blastomer əmələ gəldirir. Birindən ikisi, ikisindən 4'ü, 4'ündən 8'i, 8'indən 16'sı, 16'sından 32'si, 32'sindən 64'ü. Neçə hüceyrə uzunluğa bölünmədən əmələ gəlib uzunluğa bölünməyə məruz qalır? Baxaq. Birinci, ikinci uzunluğa, sonra eninə, uzunluğa, eninə, uzunluğa olaraq yazırıq. Uzunluğa bölünmədən yaranır. Uzunluğa bölünməyə məruz qalan yalnız 2 blastomerdir. Yəni bizim cavab versiyamız Y bəndi olacaq. 19-cu sualdır. X-in yerinə uyğun gələn cavabı yazın. İnsan qrupu veribdir. Qaşlı yastıcıqları da var, çənaltı çıxıntısı da var. Bu Neandertaldır. Cavabımız A. 20-ci sualda şəkildə verilmiş virusun quruluşunda olmaz. Bu nədir? Hepatit C. Sitozin nukleotidi var.
zülal var. RNT tərkiblidir. Urasil var. Ortofosfat turşusu qalğı var. Amma dezoksiriboza yoxdur. DNT tərkibli deyil ki olsun. 21-ci sualda. Çəkikimlər dəstəsinin nümayəndəsidir şəmayı. Yəni cavabımız B bəndi. 22-ci sualda deyir ki, sxemə əsasən doğru fikri seçin. Ürəkdən çıxan qandır və ürəyə gələn qandır. Bu da kapilyar damardır. Bu da bədən hüceyrələrdə verir. Yəni böyük qan dövranıdır. X-i göstərib ki, oksigen ola bilər. Böyük qan dövranı zamanı X qandan hüceyrəyə keçir. Doğrudur. Y yazıb karbon qazı ola bilər. Y qandan hüceyrəyə keçirsə karbon qazı ola bilməz. Z karbon qazı ola bilər. Bəli, karbon qazı hüceyrədən qana keçir. Doğrudur. Y qidalı maddə ola bilər. Qidalı maddə böyük qan dövranı ilə toxumaların hüceyrələrinə çatdırılır. Bu da doğrudur. Cavabımız 1, 3, 4, yəni A bəndi. 23-cü sualda. May böcəyinin ikinci buğumundakı ətraflarının hamısı qoparılsa, cəmi neçə hərəkət orqanı qalar? Təbii ki, burada döş buğumlarından danışır. İkinci döş buğumundakı ətraflarının hamısı qoparılsa, cəmi neçə hərəkət orqanı qalar? İkinci döş buğumunda 2 dənə ətrafı var. Onları qoparsaq, qalır 4 ətraf, 4 dənə qanad. Cəmi 8 dənə hərəkət orqanı olmuş olacaq. Yəni, cavabımız A bəndi. 24-cü suala gəlirik. Bizə deyir ki, insan orqanizmində neçə qrup toxumada hərəkət orqanına təsadüf olunmaz? İnsan orqanizmində neçə qrup toxumada hərəkət orqanına təsadüf olunmaz? Məsəl üçün deyək ki, epitelidə kirpiklər var. Kirpiklər var. Düzdürmü? Əzələdə miofibril var. Miofibril var. Birləşdirici toxumada, məsəl üçün, qanda yalancı ayaqlar var. Amma sinir toxumasında hərəkət orqanına təsadüf olunmur. Yəni, cavabımız bizim burada nə olacaq? A bəndi olacaq. 25-ci sual. Hansı alimin kəşf etdiyi proses yalnız bir alimin nümayəndəsi üçün səciyyəvidir? Çox güman ki, burada xemosintezi nəzərdə tutur. Bu da bakteriyalardadır. Cavabımız da Vernadski olmuş olacaq. Yox, Vinogradski. Yəni, cavabımız Y bəndi olmuş olacaq. 26. Sağaxaylıq və solaxaylıq yaranmışdır. Kimdə? Sinantroplar. Yəni, cavabımız C bəndi. 27-ci sualda. Köçəli quşlara aiddir. Verib zağca, qaranquş, bülbül, ördək və sarı köynək. Bizim cavabımız burada zağca olacaq. Bozqarğa, arıquşu və zağca. Bunlar köçəli quşlara aid idi. Qalanlar isə nədir? Uçub gedən quşlara aiddir. 28-ci sualda. Səbətində bərabər sayda çiçəyi olan bitkilərin hansının çiçək qrupunda daha çox meyvə əmələ gələr? Günəbaxandır, andızdır, göy çiçəkdir, astradır. Bunlarda yalancı çiçəklər var. Yəni meyvə əmələ gətirmir. Amma zəncirotunda hamısı həqiqi dirci şəkildə çiçəkdir, meyvə əmələ gətirir. Ona görə cavabımız B bəndi. 29-cu sualda. Şübiyələrin tərkibində mütləq olmalıdır. Kromatofor olmaya da bilər. Bakteriya olarsa. Prokaryot olmaya da bilər. Yosun ola bilər. Bakteriyanın da olsun. Redusent indi göbələklər redusentdir. Mütləq olmalıdır. Amma redusent həmçinin də bakteriya da redusentdir. Mütləq sözünü deyə bilmərik. Avtotrop bir hüceyrəlidir. Avtotrop bir hüceyrəlilər
Avtotrof bir hücrelərə xemosintez edicilər də aiddir. Ona görə bunu da götürmürük. Heterotrof eukaryotlar, bəli, göbələklər heterotrofdur və eukaryotdur. Yəni cavabımız D bəndidir. Biraz qəribə sual idi, neysə. 30-cu sualda. Verilən fikirlərdən hansı yanlışdır? Soxulcanda ikinci bədən boşluğuna rast gəlinir, bəli. Yumurtalıqlarının sayı 2 cütdür. Soxulcanda demək, bir cüt yumurtalıq, 2 cüt toxumluq var. Bu səhvdir. Metanefrizlərin sayı hər zaman cütdür, bəli. Qan damar sistemi qapalıdır, bəli. Uzunlu əzələlər həlqəvi əzələlərin altında yerləşir, bəli. Yəni cavabımız B bəndi olacaq, səhv cavab kimi. 31-ci sualda. İnsanın kəlləsində olan oynaqların əmələ gəlməsində neçə sümük iştirak edir? Kəlləsində olan oynaqların əmələ gəlməsində 4 dənə sümük iştirak edəcək. 2 dənə gicgah, 1 dənə alt çənə, 1 dənə ənsə sümüyü. Yəni cavabımız C bəndi. Oynaqların əmələ gəlməsindən deyir. Kəllə sümüklərindən demir ki. Deməli, 2 dənə oynaq var orada. Alt çənə gicgah, bunun əmələ gəlməsində 3 sümük iştirak edir və ənsə sümüyü ilə birinci boyun fəqərəsi də bu oynaqların əmələ gəlməsində iştirak edir. Yəni cavabımız D bəndi, 5 dənə. 32-ci sualda. İnsanın verilmiş vəzilərdən hansıları öz hazırladıkları maddələri orqan boşluğuna ifraz edir? İnsanın verilmiş vəzilərdən hansıları öz hazırladıkları maddələri orqan boşluğuna ifraz edir? Epifiz vəzi qanadır. Qalxanı bənzər vəzi qanadır. Təri vəzləri dərinin üzərindədir. Qaraciyər nazik bağırsaq. Mədə-altı vəzi nazik bağırsaq. Yəni cavabımız 3 və 5 Y bəndi olacaq. 33-cü sualda. Örtülü toxumlu bitkinin toxumunda adətən ehtiyat qida maddələri harada heç vaxt toplanmır? Tumurcuqda. Cavabımız C bəndi olacaq. 34-cü sual. Bərabər sayda götürülmüş anadonta və göl ilbizində cəmi 8 gözə rast gəlinirsin. Zaten anadontada göz yoxdur. Göl ilbizində də 2 dənə göz olduğuna görə 8-i böləcəm 2-yə, tapacam ki 4 dənə ilbiz var. Onda 4 dənə də anadont olacaq. Elə bir bu mollyuskların ürək kameralarının cəmi neçə edər? 4 dənə göl ilbizində 8 dənə ürək kamerası olacaq. Çünki 2 kamera aldım. 4 dənə də anadontada 12 dənə ürək kamerası olacaq. Çünki 3 kamera aldım. 12-nin də üzərinə 8 gələndə cavabımız edir 20 B bəndi. 35-ci sual. Ulotrix yosununun zoospor, qamet və qamçısı sporunun bilavasitə hansı bölmədən əmələ gəldiyini tapın. Zoosporu yaranır mitoz bölümündə. Qameti yaranır mitoz bölümündə. Qamçısı sporu yaranır meyoz bölümündə. Hər üçü üçün doğru olan versiya 1-dir. Yəni A bəndi. 36-cı sualda sxemə əsasən hansı fikir yanlışdır? B hər iki növ polinukleotiddə ola bilər. B dezoksiribozanır. Elə bu fikir səhvdir də. Bu fikir səhvdir. DNT-də olar, RNT-də yox. A bəndi cavabımız. Digərlərinə baxaq. K hər iki növ nuklein turşusunda ola bilər. K nədir? Ölçü də böyükdür. 2 qat rabitə yaradıbsa adenindir. Bəli, adenin azot əsası hər iki polinukleotiddə ola bilər. C-dədir ki, M sitozin nukleotididir. Bəli, 3 qat rabitə var, ölçüsü də kiçikdir, sitozindir. D-dədir ki, A-ya RNT-də rast gəlinir. A fosfat turşusu qalıqdır. RNT-də də rast gəlinir, doğrudur. Y-dədir ki, L yalnız DNT üçün xasdır. L yalnız DNT üçün xasdır. L nədir? Timindir, bəli, yalnız DNT üçün xasdır. Doğru da bir fikirdir. 37-ci sualdan. Aşağıda polipeptid zəncirin quruluşuna daxil olan amin turşuların düzülüşü verilmişdir. Bu sintezə əsasən verilənlərdən hansını dəqiq demək olmaz. Əmələ gələn peptid rabitələrinin sayı.
Bəli. 10 dənə sayanda fiqurda 10 dənə amin turşudur. 9 dənə peptid rabitə var. Bunu demək olar. Ona görə götürməliyik. İstifadə olunan kodonların növ müxtəlifliyi. İstifadə olunan kodonların növ müxtəlifliyi. İndi burada baxdığımız zaman eyni növ amin turşular var. Eyni növ amin turşular var. Eyni növ amin turşular burada. Eyni növ tripletlər, yəni kodonlar da kodlaşdıra bilər. Müxtəlif növ tripletlər də kodlaşdıra bilər. Ona görə bunu götürəcəyik. Dəqiq demək olmaz bunu. Üçdə deyir ki, istifadə olunan amin turşularının növ müxtəlifliyi. İstifadə olunan amin turşularının növ müxtəlifliyi. Yəni burada 1, 2, 3, 4 növ amin turşu istifadə olunur da yəni. Bunu da dəqiq demək olar. Cavabımız yalnız 2 olmalıdır. Deyəməli. 38-ci sualda. Hansı geoloji dövrdən sonra məməllərdə döl dövrünə rast gəlinərdi? Döl dövrünə rast gəlinməsi üçün nə olmalıydı? Bətndaxili inkişaf getməliydi. Bu da təbaşir dövründən sonra. Yəni cavabımız C. Alı məməllər orada gəlir. Deyir, əgər toyuqda yumurtalığın yetişmə zonasına keçmiş 8 hüceyrənin bölünməsi nəticəsində əmələ gələn qametlərin yalnız biri X xromosomu daşıyarsa, onda neçə yönəldicisinci Y cins xromosomu daşıyar? Biz nə demişdik? Yönəldici cismin Y bərabərdir, başlanğıc hüceyrə üstə gəlinsin qametin X-ı. Yəni 8 üstə gəlinsin. 1, bu da edir 9. Yəni cavabımız C. 10-cu sual. Hansı düzünün postembriyonal inkişafının birinci mərhələsi yetkin fərdə bənzəyir? Yəni sürfə yetkin fərdə oxşuyur. Sürfə varsa dolayı inkişaf olsun. Yetkin fərdə oxşuyursa natamam metamorfoz olsun. Yəni biz burada yaşıl şalanı götürəcəyik. D bənd. Belə əzlərim. Bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, hələlik.